Əgər təzyiqə salırsa, niyə məhz xəstə təzyiq dərmanları deyil də hicam elətdirir? Xəstənin qan laxtalanması varsa, təzyiq qalxırsa, hicamın burada nə edir? Hicamanı kimlərə elətdirmək olmaz? Xəstənin qan analizlərinə baxmaq lazımdır. Hemoqlobini yoxlanmalıdır. Əgər xəstənin qanı aşağıdırsa, anemiyası varsa, Qan vermə ilə hicam arasındakı bir fərqi aydınlaşdıraq. hicam edəndən sonra həmin qanı biz tulluyuruq. Amma damarlardan gələn qan Yəni ev şəraitində hicam olunmağı nə dərəcədə doğrudur? küpəni yuyub təmizləyib ailə üzvlərini birindən o birisinə qoyurlar. Bu da bir adamda olan xəstəlik digərinə keçə bilər. Hicamanı biznesi çevrilir. Bəzi insanlar bilə, bilməz, elə salonlarda, yəni sanitar abu-havası olmayan yerlərdə hicam edirlər. Həmin yerdə həm saç kəsimi, həm dırnaq düzəldən yerdə də hicam olunmaz. Kimsə pul qazanmaq üçün bunu edirsə, yəni böyük bir günah iş qazanır. Salonda hicam etməzlər. Sponsorlar: Herbaflora, təbiiliyin və keyfiyyətin zəmanəti. Final zeytun yağlı qarğıdal yağı. Xoş gördük hər birinizi Bir Bax kanalının dəyərli izləyiciləri. Bugün sizinlə çox maraqlı bir mövzuya toxunacağıq. Hicama terapiyadan danışacağıq. Hicam haqqında yəqin ki, çoxlarınız eşidib, bu vaxta kimi yəqin ki, etdirənləriniz də var. Amma nədənsə müasir dövrdə həkimlərimiz, bəzi həkimlər deyərdim ki, hicama prosedurunu qəbul etmək istəmir. Ziddiyyətli fikirlər olduğu üçün istədim ki, bugün bu barədə danışaq. Studiyamızın qonağı fitoterapeut həkimimiz Südabə xanım Yaraliyevadır. Xoş gördük həkim. Xoş gördük olsun. Hər kəsə salamlayıram. Gəlin ilk növbədə izləyicilərimizə məlumat verək ki, hicama terapiya nədir və hansı xəstəliklə müalicə olunur? Ümumiyyətlə, hicama terapiyası qədimi bir müalicəvi prosedurdur. Ərəb dilindən əmmək kimi tərcümə olunur. Hicama terapiya deyəndə biz nə başa düşürük? Ümumiyyətlə, hər bir pasientə biz hicama edəndə birincisi biz vakuum bankalardan, yəni vakuum küpələrdən istifadə edirik. Xəstənin ağrıyan hissəsinə biz həmin küpələrdən qoyaraq vakuum yaradırıq. Küpənin altında mənfi təzyiq yaranır və bu mənfi təzyiq nəticəsində çirkli qan, kapillər qan dəri altında bir hissəyə yığılır və biz küpəni götürürük. Küpəni götürəndən sonra çərtmə edirik. Çərtmə edib təzə küpə qoyanda həmin çirkli qan küpənin içərisinə dolur. Küpəni təmizləyəndən sonra xəstə özü də hiss edir ki, həmin hissədə həm ağrılar, həm spazma gedir, həm qan dövrünə işlədikcə istilik yaranır. Bəzi hallarda xəstələr qorxurlar ki, mənim küpə hicama terapiyasından sonra qan itirmə olarmı? Yox. Yəni hicama terapiyasından sonra nə qədər qan bədəndə çirkli qan çıxıbsa, bir həftə ərzində həmin qədər də qan bərpa olunur. Hicama dediyimiz prosedur bu çirkli qanı bədənimizdən çıxarır. Bəli, kapillərdə toplanmış deyərdim ki, çirkli qanı bədənimizdən təmizləyir. Südabə xanım, hicamanın tarixi çox qədimdir. O dövrün məsələn hicama proseduru ilə bu dövrün proseduru arasındakı fərqlər nələrdir? Yəni sallallahu əleyhi və səlləm bizim Muhammed peyğəmbərimiz də hər kəsə sünnə buyurmuşdur. Yəni hər kəsə məsləhət görürdü ki, hicam eləmək vacibdir. O vaxtında hicama zamanında küpələr yox idi, vakuum bankalar yox idi. Yəni heyvan buynuzlarından istifadə edirdilər və həm profilaktikada, həm də müalicədə istifadə olunurdu. Ondan savayı da həm də ilk yardım kimi. Məsəl üçün səhrada yaşayan insanlar əqrəb sancması olanda, ilan sancması olanda, yəni tez zəhərli qanı bədəndən təmizləməsi üçün həmin hissəyə hicama edirdilər və zəhərli qanı bədəndən tez təmizləyirdilər. Bayaq qeyd dediniz ki, vakuum bankaları var və o bankalar vasitəsilə biz çirkli qanı çıxarırıq bədəndən. Qədim dövrlərdə də, indilərdə də bəzi yerlərdə bunu şüşə bankalarla da eləyirlər. Bu vakuum bankası ilə şüşə bankası fərqi nələrdir? Fərqi odur ki, vakuum bankaların üzərində bir portion var. Biz istəsək kontrol edə bilərik təzyiqi. Yəni bayaq vurğuladım, bankanın içində mənfi təzyiq yaranır. Biz sadə banka qoyanda o təzyiqi biz idarə edə bilmirik. Məsələn, çox soğura bilər ya da az soğurma olmur. Çox soğurma biz ona kömək edə bilmərik. Amma portion olanda biz kontrol edə istəsək onu az təzyiq eləyə bilərik, istəsək çoxalda bilərik təzyiqi. O da mütləqdir. Bilirsiniz, bəzi xəstələr var ki, onların dərisi çox incədir. Orada təzyiq çox olanda, yəni kapillərlər partlaya bilər, gematomalar əmələ gəlir. Ona görə vakuum banka olanda daha asandır işlətmək. Hicama terapiyaya oxşayan bir terapiya üsulu var, kapillər terapiya adlanır. Bu iki terapiya arasındakı fərqlər nələrdir bəs? Və hər iki terapiya eyni şeydir, sadəcə adları ayrıca səslənir. Kapillər terapiya, hicama terapiya. Hicama terapiya özü də kapillərdəki qanı təmizləyir. Sadəcə kapillər terapiya, hicama terapiya fərqli olaraq üz nahiyələrində daha çox istifadə olunur və xırdan kəsiklər qoyuruq da biz.
Hicama terapiyada biraz iri kəsiklər qoyuruq. Yəni demək olar ki, eyni terapiyalardır. İstəyərdim ki, qan vermə ilə hicama arasındakı bir fərqi aydınlaşdıraq. Bəzi adamlar fikirləşir ki, hicamada da qan çıxır. Məsələn, qan verilmədə də biz qanımızı veririk və bədənimizdən həmin qan çıxır. Yəni bu iki prosedur arasındakı fərq nədir? Yəni hicama elətdirəkmi yoxsa qan mı verir? Ümumiyyətlə bəzi insanlar fikirləşirlər ki, yəni qan vermə və hicama terapiya eyni şeydir. Yox. Hicama terapiya bayaq vurğuladım, kapillərdəki toplanmış çirkli qan təmizlənməsidir. Yəni bu qan bizə lazımsız bir qandır. Biz onu hicama edəndən sonra həmin qanı biz tulluyuruq. Amma damarlardan gələn qan təmiz qandır. Onu biz donor kimi də istifadə edə bilərik. Yəni hansısa bir xəstəyə, sağlam adamdan xəstə adama donor kimi də istifadə edə bilərik. Amma məsələn həm hicama terapiyasında, həm qan vermədə eyni xüsusiyyəti odur ki, təzyiq salmaq xüsusiyyəti var. Amma hicama terapiya qan vermədə fərqli olaraq spazmanı da aradan qaldırır, müalicə edir, bədəni daha da cavanlaşdırır, gümrahlaşdırır və sair kimi effektləri var. Nəs çirkli qanı götürdüyünə görə, o bədənin çirkli qan hüceyrələrini bədəndən çıxardığına görə daha yaxşı effekt verir bizə. Əlbəttə ki, bədənimizdəki çirkli qan təmizlənəndə bir həftə ərzində yeni qan yaranır. Xəstələrə orada bəzi yeməklərə, nəyə riayət etmək lazımsa onları da vurğuluyoruz. Xəstə əgər bunlar hamısı riayət edirsə, bizim bədənimizdə yeni eritrositlər yaranır. Cavan eritrositlər deyim, yeni eritrositlər yarananda bədən də təzələnir. Həm də oksigenin daha çox zənginləşir. Həm belə başa düşdüm ki, bədənimizi təzələmə prosedurudur əslində hicama. Bəli, təzələmə prosedurudur. Müasir dövrün həkimləri nədənsə hicamanı qəbul etmək istəmir. Hətta fikirləşirlər ki, məsələn, əgər hicama təzyiqə salırsa, təzyiq dərmanları varsa müasir dövrdə, niyə məhz xəstə təzyiq dərmanları deyil də hicama elətdirir? Mən deməzdim ki, bütün həkimlər, yəni kim hicama haqqında məlumatı varsa və öz praktikasında istifadə edibsə, yəni çox razılıq eləyir, hətta öz xəstələrinə də təyin edirlər hicama terapiyanı. Amma elə həkimlər var ki, ümumiyyətlə hicama haqqında məlumatı yoxdur. Və burada da vurğulamaq istəyərdim ki, imkan olsaydı Azərbaycan Tibb Universitetində ayrıca hicama terapiya və giroda terapiya fənlər keçirsəydi, ən azı həkimlərimiz bilsəydi bunun effektin, yəni kompleks müalicə, yəni deməyim ayrıca müalicə, kompleks müalicə hicama terapiyanı təyinləsə, nə qədər gözəl nəticələr əldə etmək olardı. Yəni həkim deyirsə, mən kimyəvi dərman təyin edib və təzyiq sala bilərəm, nəyə görə lazımdırsa hicama, mən ona belə cavab verərdim. Yəni hicama birincisi təzyiq salmaq xüsusiyyəti var və heç bir orqanı zədələmədən müalicə aparır. Amma kimyəvi dərmanlar hər kəs bilir ki, kimyəvi dərman bir yeri müalicə edirsə digərlərinə zərərli təsir göstərir. Biz təzyiq dərmanı içərkən bəs bizim böyrəyimiz, qaraciyərimiz, bağırsağımız, biz bunu fikirləşməyək. Nə qədər kimyəvi dərman ataq. Elə xəstələrimiz var ki, yəni eyni zamanda həm şəkər dərmanı içir, həm təzyiq dərmanı. Axı bu naqruzkadır bədən üçün. O da yüklənmə gedir. Qaraciyərdə də yüklənmə gedir, digər orqanlarımızda da yüklənmə gedir. Yəni buna görə də təbii müalicə daha üstünlük versək, daha yaxşı olar. Əslində müalicə aparılır. Sadəcə bu təbii vasitələr, təbii prosedurlar ona yanaşı köməkçi olaraq xəstənin vəziyyətinin daha da yaxşılaşdırılmasına və daha sağlam şəkildə irəliləməsinə kömək edir. Mən belə. Bəli, həm rahat müalicədir, asanlıqlı müalicə, həm zərərsiz müalicədir. Məsələn, elə təzyiq xəstələri var ki, birdən dərman atır, bir müddətdən sonra həmin dərman ona kömək eləmir, ikincisini yazdırır, üçüncüsünü yazdırır və belə dərman sayı artır. Amma əslində biz bir dərman belə qəbul ediriksə, yanaşı olaraq məsələn hicama elətdirsək, o da bizim təzyiqimizi salmağa kömək eləsə, əslində bədənimiz stabil olaraq bu prosedurdan deyərdim ki, daha sağlam şəkildə çıxar. Mən burada bir şeydə vurğulayardım ki, məsələn təzyiq qalxan səbəb də var. Yəni təzyiq öz-özündən qalxmır axı. Yəni ürək problemi olan xəstələrdə təzyiq qalxır, böyrək xəstələrində təzyiq qalxa bilər, ya əsəbdən yaranan təzyiq var. Yəni əgər xəstənin qan laxtalanması varsa, təzyiq qalxırsa, hicama burada nə edir? Nəyə ki təzyiq aşağı salır, həm qanı duruldur. Yəni əgər xəstənin böyrəyində problem varsa, biz hicama edərək həmçinin böyrəkdəki çirkli maddələri təmizləyirik. Ya bədəndə xolesterin normadan çoxdursa, hətta hicama edəndə kimi xolesterini çoxdursa, triqliseridlərin səviyyəsi çoxdursa, hicama edəndə biz küpələrin içinə baxırıq və qanın üzərində yağ üzür. Yəni bu o qədər bədəndəki çirkli maddələrdir. Laboratoriya analizdə təkrar yoxlamağa göndərəndə görürük ki, xəstənin ki, triqliseridlərin səviyyəsi nisbətən aşağı düşür. Yəni bir kursla bu qədər effekt ala biliriksə, müalicə ilə nə qədər effekt ala bilərik? Bəs maraqlıdır, hicama ilə hansı xəstəliklər sağalır? Hicama ilə deyərdim ki, çox xəstəliklər sağalır. Hamısını sadalasam vaxtımız kifayət eləməz və çox gözəl də effekt verir. Gözəl çarpan, yəni tez effekt verən xəstəlik, məsələn, şəkərli diabet xəstələrinə, hipertonik xəstələrinə,
biz təyin edirik. Sonra nevroloji xəstələrə, epilepsiya olan xəstələr olsun. Biz nevroloji xəstələri təyin edirik. Çox gözəl təsir göstərir. Həmçinin serotoniya hormonu artmasına səbəb olur. İnsanın əhval-ruhiyyəsi də hicamadan sonra daha yaxşılaşır, daha çox yaxşı olur. Hicamanı həmçində osteoxondrozlarda, radikulitdə, sinir ağrılarında, oynaq ağrılarında, reumatoid artrit, revmatizmalarda və saysız-hesabsız o bu xəstəliklərdə təyin edə bilərik. Sadəcə hicamada həmçində əks göstərişlər var. İnşallah onu da vurğulayarıq. Peyğəmbərin dövründən gələn bir prosedurdur. Deyirəm, əslində həqiqətən də o qədər insanlara sağlamlıq bəxş edib ki, o dövrdə yaranmağına baxmayaraq müasir dövrə kimi də hələ də istifadə olunur. Yəni bu onun nə qədər faydalı bir prosedur olduğunu bu gün bizə həqiqətən göstərdi. Əlbəttə ki, bizim sallallahu əleyhi və səlləm Peyğəmbərimiz buyurubsa bunu etmək, deməli yaxşıdır ki, buyurub. Pis olsaydı buyurulmazdı. Bəs maraqlıdır, hicamanı kimlərə elətdirmək olması? Yəni uşaq mı, böyük mü, bir yaş aralığı varmı, hansısa bir xəstəlik olanlar elətdirməməlidirmi? Ümumiyyətlə hicama elətdirməmişdən qabaq bir həkim kimi mən öz xəstələrimə də həmişə elə deyirəm. Ümumiyyətlə hicamanı eləməmişdən qabaq xəstənin qan analizlərinə baxmaq lazımdır. Hemoqlobini yoxlanmalıdır, laxtalanmanı yoxlamaq lazımdır. Əgər xəstənin qanı aşağıdırsa, anemiyası varsa, əlbəttə ki, mən bu xəstələrə məsləhət görmürəm hicama eləmək. Hərçənd müalicə aparıb qanınızı normallaşdıraq, ondan sonra hicam nə qədər istəyir gələ bilər. Məsəl üçün, qan laxtalama deyəndə kimin qanı çox durudsa, məsələn, hemofiliya xəstələri var, onlarda qan laxtalanmır. Onlara mən hicamı məsəl üçün təyin etmirəm. Uşaqlara deyəndə biz hicamını 3 yaşdan sonra təyin edirik. Əlbəttə ki, həmin uşaqlara allergiyası varsa, ya hansısa uzun müddətli müalicə, kimyəvi müalicələr qəbul edibsə, təmizlənmək üçün deyə əlbəttə ki, həmin uşaqlara biz hicam edirik. Yoxsa belə uşaqlar zaten də sağlamdırlar, təmizdir bədənləri. 70 yaşdan sonra da xəstələrə biz cavan orqanizmlə təyin etdiyimiz qədər küpə sayını yaşlı insanlara eyni sayda təyin etmirik. Küpə sayı biraz aşağı olur. Bir də xəstələrin təzyiyi yoxlanmalıdır mütləq. Yəni təzyiyi aşağıdırsa, həmin gün hicam etmirik. Ya şərbət veririk, təzyiyi normallaşdırırıq. Ondan sonra hicam eləyə bilərik. Bir də yuxarı təzyiq olanda da təzyiq salan təyin edirik. Ondan sonra hicam edirik. Çünki yüksək təzyiqlə hicama bir başdan başlama düzgün deyil. Hazırlamaq lazımdır xəstəni. Südabə xanım, ev şəraitində hicam eləyən şəxslər var. Əllərini lizva alıb, kürəyin istənilən nahiyəsində belə dəliklər açıb, yəni hicama prosedurunu həyata keçirirlər. Yəni ev şəraitində hicama olunmağı nə dərəcədə doğrudur? Hansısa bir problemə gətirib çıxara bilərmi? Əlbəttə ki, hər bir evdə bir hicama eləyən, bacaran adam olsa yaxşıdır, ilk yardım kimi. Amma öz başına hicam eləmək mən onun tərəfində deyiləm. Yəni hicamanda elə hallar oldu ki, bayaq vurğuladım, anemiyası ola bilər, xəstənin qan axması ola bilər, hemofiliya nəticəsində qan axması ola bilər. Yəni belə xəstələrə həkim təyin etməlidir. Əgər sonra ev şəraitində hicam eləmək olar. Yenə də ev şəraitində hicam olsa da sanitar gigiyena qaydalarına riayət etmək lazımdır. Bəzi insanlar bunlara riayət etmir. Bir məsəl üçün küpəni yuyub təmizləyib ailə üzvlərinin birindən o birisindən qoyurlar. Bu da bir adamda olan xəstəlik digərinə keçə bilər. Nə bilək, birində hepatit var və hansısa virus mənşəli infeksiya var və ya lezbiya, adarazva olmalıdır, amma bunu götürüb hər bir-birindən istifadə edirlər. Yəni belə şeylər problemi olmasın deyə, ona görə hicamanı mütəxəssislərə ya həkimlərə müraciət etmək daha məsləhətlidir. Hicamanın deyilir ki, xüsusi nöqtələri var, məhz həmin nöqtələrdən çərtib qan götürmək lazımdır. Yəni bu doğrudur. Hər bir xəstəlik öz nöqtələri var. Bəli, o doğru bir məlumatdır. Məsəl üçün, qaraciyərində problem olan xəstələr, məsələn, hepatozlu olan xəstələrdə qaraciyər nahiyəsində həm ön hissədən, həm arxa hissədən təyin edirik. Yəni xəstəliklərə görə dəyişirdi o nöqtə? Bəli, dəyişdir. Amma profilaktik baxımdan nöqtələr standart ola bilər. Amma müalicəyə görə konkret hansısa bir orqanda problem varsa, nöqtələrin yerləri dəyişdir. Hicamanı Amerikalı alim Bayer hicama edəndə xəstələr, məsələn, qaraciyərində hepatoz olan xəstələrdə hicam olunandan sonra görüb ki, qandakı triqlitidlərin səviyyəsi normallaşır, alat-asat normadan çox olanda həmin xəstələrdə hicamı normallaşır, yəni kömək edir. Həmçində hicama maddələr mübadiləsini yaxşılaşdırar. Bəzi insanlar var ki, deyirlər ki, mən hicama dostum, yəni bir arıqladım, kök insanlar. Çox vaxtında kök insanlar bunu deyirlər ki, yəni mən hicamadan sonra arıqladım. Yəni bu arıqlama deyil, sadəcə maddələr mübadiləsi yaxşılaşır və insan sağlam bədən formasını alır. Bədən öz qaydasına düşür də, normal halına düşür. Biz o qədər zərərli qidalarla, zərərli vərdişlərlə məşğul oluruq ki, insan bədəni getdikcə yüklənir, o kimyəvi dərmanlar, zərərli qidalar o insan bədənin zərərli maddələrdən doldurur, o qanımız zərərli olur.
bu hava da zərərlidir. O qədər çeşidli maddələr var ki, havada. Elə insan elə bilir ki, biz sağlam qidalanırıq, amma ki, yediyimiz hər şey, hətta içdiyimiz mağazin südlərdən tutmuş, onların tərkibində olan maddələr, hər şey bizim üçün zəhərlidir. İstərdim ki, hicamanın gigiyenik məsələsinə toxunaq. Bugün hicama prosedurunu edən müxtəlif salonlar, mərkəzlər var. Yəni demək olar ki, hər yerdə bu proseduru eləyirlər, amma bunun gigiyenik şəraitinə əməl olunurmu, olunmurmu? Biz istəyirdik ki, bu barədə tamaşaçılarımıza məlumat verək. Xeyr, xanım, siz mənə yaralı yerimdən toxundunuz. Ümumiyyətlə, indi hicamanı biznesi çeviriblər. Bəzi insanlar bilər, bilməz, elə salonlarda, yəni sanitar abu-havası olmayan yerlərdə hicama edirlər. Şəxsən mənim pasientlərim neçə dəfə oldu ki, falan yerdə hicama eləmişəm, orada bəxvuladım ki, bankalar adına razı yox, munaqa razı istifadə olunur. Yəni bir xəstədən digər xəstəyə istifadə olunur. Ya məsəl üçün həmin yerdə həm saç kəsimi, həm dırnaq düzəldən yerdə də hicama olunmaz. Hicama olunan yer sanitar gigiyena qaydalarına riayət etmək. Çünki bu xırda əməliyyatdır. Yəni otaqdan tutmuş hər şey təmiz olmalıdır. Yəni florla obrabotka olmalıdır, təmiz şəraitdə olmalıdır. İstifadə etdiyimiz hər bir material steril olmalıdır. Yəni bunları riayət etməyən yerdə kimsə pul qazanmaq üçün bunu edirsə, yəni böyük bir günah iş qazanır. Yəni insan hər kəsin öz işi sənədi olmalıdır. Yəni salonda hicama etməzlər. Yəni bunun üçün ya hicama otağı olmalıdır, ya klinika şəraitində bunu keçirmək lazımdır. Bəs tutalım, məsələn, getdi həmin salona bilmədən, yəni hicama olundu, yəni kiminsə bankasından istifadə olunmayan nəsə, hansı xəstəliklərə tutula bilərik belə halda? Biz virus mənşəli infeksiyalara o dəqiqə tuta bilərik. Məsələn, gepatit B olsun, gepatit C olsun, spid xəstəliyi olsun. Yəni bu xəstəliklərə tutula bilərik. Həmçində başqa göbələk mənşəli xəstəliklərdə yoluxa bilərik. Yəni özümüzü qorumaq lazımdır. Yəni insan daha araşdırsın, baxsın haraya gedir hicama eləməyə, kimə, mütəxəssisə müraciət eləsin. Yəni ən pis hallarda insan əlavə olaraq özünə bir xəstəlik qazana bilər. Hətta bizim elə bir xəstələrimiz olub ki, heç yerdə nə bilmən diş həkiminə getmir, dırnaq ustasına getmir, amma hicamadan sonra infeksiya yoluxmuşdu. Yəni qeyri-peşəkarın yanında hicama elətdirmişdi və gepatit B-yi olmuşdu. Yəni biz əslində sağlamlığımızı qazanmağa gediriksə, amma doğru yerdə biz bunu getməliyik və ki, daha sağlam olaq, xəstəliklərdən ehtiyatlı olmaq lazımdır. Uzaqlaşaq. Bəli. Hicamaya hazırlıq istərdim mərhələsindən danışaq. İndi hicama faydalarından danışdıq. Hicama elətdirmək istəyən şəxslər varsa aramızda, bu hazırlıq mərhələsi necə olmalıdır? Ümumiyyətlə hicamaya gəlməmişdən qabaq, tutaq ki, həkimlə danışırıq. Öncədən ya da hicama edən mütəxəssislə danışırıq ki, nə etmək lazımdır? Orada biz pasiyentə tapşırırıq mütləq çimmək lazımdır. Çünki hicamadan sonra 1-2 gün biz gigiyenik prosedurdan çimməyə icazə verməyəcəyik. Ondan sonra yemək yeməməlidir. 2 saat ac qarnına, yəni hicama olunmalıdır. Çünki hicama edilən zamanı qaytarma, ürək bulanma belə problemlər olmasın deyə. Yəni bunları riayət edərək xəstə gəlir prosedura sonra. Bir də hicama edilən pasientlərə biz tapşırırıq. Yəni ümumi qan analizi mütləq hemoqlobini yoxlanmalıdır. Əgər hemoqlobin imkan verirsə, əlbəttə ki, biz onu hicama ilə laxtalanma yoxlamalıyıq. Bir də imkan varsa, hepatitlər analizləri də olsa daha yaxşı olardı. Bəs hicamanı elətdirdi. Hicamadan sonraki mərhələdə biz nələr etməliyik? Hicamadan sonra həmçinin biz özümüzü birinci skvoznyakdan, soyuqdan qorumalıyıq. Çünki hicama ediləndə bizim damarlarımız genişlənir, qan dövran yaxşılaşır. Bir balaca skvoznak soyuq, yəni daha çox tutulmaya gətirə bilər. Ona görə həm isti saxlamalıdır xəstə özün, həm məsəl üçün uzaq səyahətə çıxacaqsa, onları təxirə salmalıdır. Çünki həm samolyotda uçmaq, həm uzun yolu getmək olmaz. Həmin xəstələrə ağır fiziki idman məsəl üçün olsa, fiziki işlərdən biz biraz özümüzü istirahətləməlidir xəstə. Və həmçində hicama ediləndən sonra yenə də yeməyə fikir vermək lazım, yüngül yemək və faydalı yemək. Çünki bədənimizdən çıxan çiftli qan, təzə qanla bərpa olunanda faydalı qanla toplansın deyə biz xəstələr deyir, çoxlu salat yeyin, meyvə tərəvəz yeyin, çoxlu bol su için, suplardır, mərcidir, qreçkadır, belə şeylər, yüngül yeməklərə üstünlük verir. Ağır yeməklər hicamadan sonra bir həftə yemək olmaz. Yəni biz özümüzü qoruyub saxlamalıyıq. Bəs hicamanı nə vaxt elətdirə bilərik? Bunun hansısa bir mövsümdə olması vacibdirmi? Ümumiyyətlə hicamanı mövsümə görə, əgər məsələn hicama var müalicəvi, profilaktik, kosmetoloji hicama da var. Müalicəvi hicama üçün biz fərq eləmir. Hansı mövsüm oldu, ilin hansı günü oldu, yəni fərq eləmir. Hər gün lazım olanda həkim təyin edir və hicama eləmək olar hər ayda. Amma profilaktik baxımdan,
İlin payız və yaz ayları daha yaxşıdır. O vaxtda qan oynayan vaxtdır, daha yaxşı vaxtlar sayılır hicama üçün. Bir də sünnə müalicəsinə görə, yəni sallallahu əleyhi və səlləm Muhammed peyğəmbərimiz buyurmuşdu ki, hicri təqviminə görə xüsusi günlər var, hicama günləri ayın 17-si, 19-u və 20-ci günlər. Bəs Sütəbə xanım, bir araşdırmanı oxudum elə müsahibəmizdən öncə. Deyilirdi ki, orada hicama xərçəngin profilaktikasında, yəni xərçəngə tutulmamışdan qabaq istifadə olunarsa, yəni xərçəngə yoluxma ehtimalımızı xeyli şəkildə azaldır. Yəni bu həqiqətən təsdiqlənmiş bir faktdırmı? Xərçəngin qarşısını almasında bizə hicama faydalıdırmı? Bəli, əlbəttə ki, faydalıdır. Hətta məsləhət görərdim. Ümumiyyətlə hicama zamanında bizim bədənimizdəki sərbəst radikallar da təmizlənir. Yəni insan vaxtında hicama elətdirsə, özünü xərçəng xəstəliyindən sığortalaya bilər. Xərçəng xəstəliyin təzə yoluxan insanlarda da, məsələn, birinci, ikinci stadiyada da biz hicama elə bilərik. Yenə də həkim təyinatı ilə, yəni öz başdan yox. Amma 3-cü, 4-cü stadiyada mən məsləhət görmürəm. Ümumiyyətlə olmaz. Sütəbə xanım, bəy orada bir məsələyə toxundunuz, kosmetoloji hicama məsələsi. Və xanımları maraqlıdır ki, kosmetoloji hicama necə olur? Ümumiyyətlə kosmetoloji hicama haqqında çox adam az bilir də, yəni məlumatı yoxdur. Kosmetoloji hicam çox faydalı bir prosedurdur. Yəni bütün xanımlara mən məsləhət görərdim. Həm zərərsiz, həm də təbii kosmetoloji prosedurdur. Yəni nə edir kosmetoloji hicama? Kosmetoloji hicama birincisi edən xanımlar həmişə fikir verirlər ki, üzünün rəngi bir neçə ton açılır, təmizlənir. Üzdə ləkələr varsa, ləkələr daha çox solur, təmizlənir ləkələrin rəngi də. Sonra xırda qırışları aradan qaldırır. Sızanaqlar varsa, sızanaqlar sağalır, müalicə olunur. Həmçində dəri cavanlaşır nisbətən. Yəni təbii müalicədir, təbii kosmetoloji prosedurdur daha doğrusu. Yəni hər kəsə məsləhət görərdim. Yəni bu proseduru elətdirmək üçün hansısa bir analizdən falan keçmək lazımdırmı? Yox, burada sırf analizlərdən keçməyə ehtiyac yoxdur. Çünki kosmetoloji hicama və adi hicama da fərqli olaraq, müalicəvi hicama da fərqli olaraq, burada qan o qədər də çox çıxmır. Üzdən alınır da qan. Bəli, üzdən alınır. Orada çox da qan çıxmır. Həmçində bütün avadanlıqlar bir dəfə istifadə olunub və tullanılır. Yəni ona görə heç bir infeksiyada yoluxma nəticəsi və sair kimi problemlərlə üzləşmirlər. Müsahibəmizdən belə bir nəticəyə gəldim ki, hicama çox faydalı bir prosedurdur və müxtəlif xəstəliklərin zamanı, müxtəlif vaxtlarda tətbiq oluna bilər. Bunun bizə heç bir zərəri yoxdur. İzləyicilərimiz üçün məncə maraqlı bir müsahibə oldu. Hicama haqqında düşünürəm ki, biz bütün suallarımızın cavabını müsahibəmizdə tapdıq. Amma sizin də suallarınız olarsa mütləq şərh bölməsinə yazın. Elə Sütəbə xanım da sizin şərhlərinizi oxuyub, biz onun cavabını verəcəyik. Sütəbə xanım fitoterapevt həkimimizdir. Bizim kanalımızda ilk müsahibəmizdir. Təbii ki, bundan sonra müsahibələrimiz də olacaq. İstərdim ki, sonda izləyicilərimizə məlumat verəsiniz ki, sağlam yaşamaq, sağlam qidalanmaq və sağlam olmaq üçün nələr edə bilərlər? Ümumiyyətlə, insan sağlam olması hər şey özünün əlindədir. Yəni, hər kəs özünə həkim olmalıdır. Buna görə də biz 5 prinsipə riayət etsək, insan daha sağlam olar. Birinci prinsip odur ki, özünə inam, yəni psixoloji inam. Yəni, mən sağalacaq əgər xəstədirsə, ya da insan öz-özünü uydurmalı deyil ki, xəstəliklərim var. İkinci prinsip sağlam qidalanma. Ondan sonraki düzgün su qəbulu, yəni yuxu, həmçində idman. Bunlara riayət edən insan, yəni özünü hər bir xəstəlikdən qoruya bilər. Təşəkkür edirik Sütəbə xanıma. Studiyamızın qonağı oldu, suallarımızı cavablandırdı. Özünüzə yaxşı baxın, görüşərik, sağ olun.